Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ümumi olaraq uroloji xəstəliklərdən danışacağıq. Ən çox rast gəlinən xəstəliklər, ümumiyyətlə hansı siyahıda, hansı ağırlıq dərəcəsi, onların qarşılayacağı analizlər, tədbirlər, profilaktik müayinələr, diaqnozlar və müalicələr haqqında. Təbii ki, bu ciddi və çox sahəni özündə ihtiva edən xəstəliklər haqqında danışmaq üçün studiyamızda mütəxəssis dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Mərkəzi Gömrük Hospitalının urologiya şöbəsinin rəisi, uzman cərrah uroloq Bəhruz Xalqov. Doktor, xoş gəldiniz. Çox sağ olun. Mövzumuz təbii ki, urologiya sahəsi hər dəfə toxunduqca, bəlkə də biz bu sahədə hansı xəstəliklərin məhz burada olacaq mütəxəssisə yönəlik istiqamətini doğru düzgün bilmirik desək yanılmarıq. Burada bir neçə sahəni, ümumiyyətlə istəyəcəm giriş olaraq urologiya və andrologiya, ümumi olaraq bu sahə özündə hansı xəstəliklər qrupunu və sistemik xəstəliklər qrupunu əhatə edir? Giriş olaraq bu haqda danışaq, sonra növbəti suallara keçid alacağıq. Buyurun. Tamam, dəvətiniz üçün mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Bizi izləyən izləyicilərimizi də salamlayıram. Hər kəsə sağlamlıq arzulayıram ilk növbədə. Uğurlar arzulayıram. Və məncə bu söhbətimiz maarifləndirici, daha çox yük olaraq maarifləndirici olduğu üçün insanlara da faydası olacağını deyə düşünürəm. Ümumiyyətlə, urologiya tibbin börəklər, ümumiyyətlə, sidik əmələ gəlmə və çıxartıcı orqanları öyrənən bir sahəsidir. Yan olaraq, yəni əlavə olaraq andrologiya sahəsi isə ümumiyyətlə, kişilərdə, qadınlarda deyil də, yəni kişilərdə cinsi sfera və reproduksiya ilə məşğul olur. Yəni, reproduktiv orqanlar və həmçinin cinsi fəaliyyət orqanları ilə, onların patologiyaları ilə tanımlanması, diaqnostikası və müalicəsi ilə məşğul olan bir sahədir. Bəzən bizə də xəstələr müraciət edəndə urologiyanı başqa sahələrlə yanlış salırlar. Məsələn, belə bir giriş də verim, urologiya cərrahi bir sahədir, andrologiya cərrahi bir sahədir. Tibbdə börəklərin funksiyaları ilə məşğul olan digər bir sahəmiz də var. Bu da nefrologiyadır, məsələn. Xalq arasında dializ həkimləri də deyirlər. Hər halda ki, məsləkdaşlarım məndən inciməzlər, amma belə bir tanımlama verirlər. Və nefroloqların işi nədən ibarətdir? Börəyin bir çox xəstəlikləri var ki, onlar cərrahi olmayan xəstəliklərdir. Onların diaqnostikası da fərqlidir, müalicə prinsipləri də fərqlidir. Onlar o həkim qrupları tərəfindən müalicə edilirlər. Urologiya isə sırf cərrahi müdaxilələr gərəkdirən patologiyalar və bizim də elə patologiyalarımız var ki, cərrahi müdaxilə də gərəkdirmir, amma onları indi sadalayıb burada vaxt almaq istəmirəm. Ümumiləşdirsək, yəni urologiya, dediyim kimi, sidik yolları, börəklər, sidik çıxarıcı yolların xəstəliklərini, patologiyalarını öyrənən bir elmdir. Və bununla da məşğul olan həkimlər də uroloq həkimlərdir. Bəli. Və ən çox rast gəlir. Ümumiyyətlə, biz bəzən deyəndə urologiya sahəsi ağlımıza həmən böyrək daşları gəlir. Nədənsə böyrəyimiz ağrıyır, amma yenə də bunun fonunda başqa ciddi xəstəliklər də var. Siz də toxundunuz. Elə sidik yolu infeksiyalar var, prostat xəstəlikləri var ki, burada prostatın böyüməsidir, iltihabıdır və sonunda prostat xərçəngidir ki, çox aktualdır və günümüzdə hətta bu xəstəliyin yaşı çox cavanlaşıb da desək yanılmarıq, deyilmi, doktor? Və burada bir neçə təbii ki, idrar saxlamazlıq xəstəlikləri var ki, dediyiniz elektiv disfunksiya var ki, bu sahələri ciddi xəstəliklər ihtiva edir. Bu xəstəliklər haqqında istəyəcəm. Ümumiyyətlə, bunlar içərisində daha çox toxunacağımız, təbii ki, biz mərhələ-mərhələ danışacağıq, amma yenə də böyrək daşı xəstəliklərinin müəyyən bir zamanda danışmağımızı daha çox ərtələmək istəyirəm, amma prostat xəstəlikləri, bugün ona toxunmaq istəyirəm. Burada nədir? Yaranma səbəbini, genetik faktora, irsi meyillilikmi rol oynayır, yoxsa hansı bir belə deyək də, təsirlərmi, ətraf mühitmi? Nədir burada əsas rol? Buyurun. Yəni, prostat mövzusu urologiyada bütün dünyanın da bu dəqiqə, yəni, dünya uroloqlarının da məşğul olduqları revanşda olan, istər müalicə metodları olsun, istər diaqnostik yöntəmlər olsun, çox revanşda olan bir sahəsidir, yəni prostat vəzinin öyrənilməsi. Prostat vəz, ümumiyyətlə, məlumat verim ki, kişilərdə sidik kisənin çıxışında yerləşən təxminən
şabalıd böyüklüyündə, formasında olan, təxminən 18-20 qram ağırlığında olan bir orqandır. Cinsi fəaliyyətdə olduğunuz dönəmdə, cinsi aktiv olduğunuz dönəmdə prostat vəzin cinsi fəaliyyət üçün çox böyük rola sahibdir. Amma yaşlandıqca artıq bu vəzdə gedən bəzi dəyişikliklər, apoptotik dəyişikliklər, yəni vəzin öz toxumasının funksiyasının zəifləməsi, amma qarşılığında da vəzin ölçülərinin artması nəticəsində problemlər yaranmağa başlayır. Ümumiyyətlə, sidik kanalı, sidik axarı deməyim, sidik kanalı deyək, yəni sidik hissəsindən başladıqdan sonra ilk olaraq prostat vəzin içərisindən keçir. Prostatik uretra dediyimiz hissəsi var və prostat vəzin içərisindən keçdiyi üçün kanalın bu orqanın problemləri zamanı, böyümələri zamanı, adenomaları zamanı sidik yoluna maneələr əmələ gəlir və maneələrin əmələ gəlməsi də xəstələrdə təbii ki, şikayətlərə səbəb olur. Hansı şikayətlər? Rahat sidiyə gedə bilməmək, kəsik-kəsik, qırıq-qırıq sidiyə getməklər və ya qalıq sidiyin qalma hissiyatı, gecələr tez-tez sidiyə qalxmalar, bunlar prostatizm əlamətləridir. Biz onları profesional olaraq müəyyən hissələrə bölürük. Deyib, vaxtınızı almaq istəmirəm. Bu çeşidliliyə görə də artıq biz burada olacaq problemin nə olduğunu anlayırıq və ona görə tədbirlərimizi görürük, müalicə tədbirlərimizi görürük. Bəzən xəstələrimiz bizə hər hansı bir yerdə və ya öz tanışının və ya qohumunun məsləhəti ilə mən də getmişdim, ultrasondan keçmişdim, xalq arasında UZI deyirlər, ultrasonoqrafik müayinələrdən keçirlər və orada prostatın ölçülərinin normadan artıq olduğunu yazıblar. Doktor, bu məndə xəstəlikdirmi? Mən bunun üçün dərman içməliyəmmi? Hətta biraz daha irəliyə gedirlər xəstələrimiz. Bir balaca orada böyümələri görüb, qeyri-profesional insanlar tərəfindən yönləndirilməklə və ya özlərinin internetdən araşdırmaları ilə müəyyən dərman preparatları, müəyyən qrup preparatlar, burada istər aktiv preparatlar, istər bitki tərkibli preparatlardan istifadə etməyə başlayırlar. Əslində biz başa salırıq ki, burada durum fərqlidir. Prostat vəzin morfoloji ölçüləri, yəni məsələn deyək ki, ölçüsü normadan 2 qat artıb. Əgər xəstədə hər hansı bir simptomatik bir şikayət yaratmayıbsa, biz xəstəyə müalicəyə başlamırıq. Təbii ki, burada başqa araşdırmalarımızı da edirik. İndi ona irəliləyən dəqiqələrdə toxunacam mən. Amma sırf olaraq bir ultrason kağızı ilə, bir ultrasonoqrafik müayinə ilə prostat xəstəliklərinə hər hansı bir müalicə başlanması doğru deyil mesajını vermək istəyirəm. Yəni burada diaqnoz, belə deyək, müayinə metodlarını, məsələn dedik, ultrason cihazının olması o qədər də bizə yetərli deyil, amma nədənsə yenə də bizim bütün xəstəliklərdə birbaşa yönəli istiqamətimiz mən elə məsələ oradan başlayır. Və bu zaman təbii ki, həmin həkimin və radioloqun yönəltməsinə ki, bəzən də radioloqlarda dediyimiz kimi prostatın böyüməsini, bəzən prostat xərçəngi kimi də təqdim olunur, deyilmi? Yanlış müayinələr, mənə elə gəlir ki, bu sahədə çox-çox olur və yanlış müayinələrin də yanlış müalicələrə söykənəcək gedişatı hansı nəticəni verir, daha olmazdı. Bir də doktor, burada sidikdə qanın ifraz olması, burada xərçəngi olacaq birbaşa göstəricidirmi, yoxsa bu başqa patologiyadır? Bu əslində daha çox mübahisə olunacaq bir məsələdir. Bəziləri deyir ki, məndə böbrəklərimdə olan iltihaba görə qan ifraz olunur. Bəziləri deyir, yox, bu xərçəngdir. Yəni, bunu mütəxəssisdən eşitməyimizi istəyəcək. Ümumiyyətlə, bax, bu nəyin göstəricisidir? Belə deyim, demək, Avropa Uroloji Assosiasiyasından, həmçinin Amerika Uroloji Assosiasiyası ki, hansı ki, bugün müasir uroloqların, şəxsən mənim də daha çox istinad nöqtəmiz onlardır və müasir məlumatlar, databaselər var ki, biz onlardan məlumatlarımızı alırıq və təməl kitablarımız var. Ümumiyyətlə, prostatın ilk olaraq gediləcək, prostat üçün müayinələrə gediləcəksə əgər, ultrasonoqrafik müayinələr əsas müayinələrdən birisidir. Sadəcə və sadəcə tək o müayinəyə görə, məsələn, bir müalicənin başlanması doğru deyildir. Və ya da bəzən raporlarda belə bir şeylərə də rast gəlirik. Prostat adenomasını yazırlar, amma xərçəng ayrı tanımlamadır. Bir də orada gizli bir şey var. Xroniki prostatit var. Məsələn, xroniki prostatitiniz var, deyilir xəstəyə. Prostatit, prostat vəzin iltihabi bir xəstəlikdir.
onun kesinliklə diaqnostikası ultrason müayinəsi ilə qoyula bilməz. Tam diaqnostika qoymaq üçün vəzdən biopsiya materialı götürülüb, patomorfoloji müayinəyə getməlidir. Orada iltihabi dəyişikliklər ortaya qoyulmalıdır və bunun nəticəsində də səndə bu xəstəlik var diaqnozu qoyulmalıdır əslində. Amma xroniki prostatda bağlı müəyyən dəyişikliklər yazıla bilər. Bunlar ola bilər, belə bir şeylər olsun. Və ya sizdə şübhələnirik, filan problem ola bilər deyilməsi daha doğrudur. Gəlirəm prostatın xərçənginə və adenomasına. Prostat vəzin böyümələri həm xoş xasiyyətli, həm də bəd xasiyyətli böyümələrdən qaynaqlana bilər. Və mən bir başqa bir televiziyada da çıxışımda demişdim bunu ki, gerçək də belədir əslində. Bu ağı qaradan ayırmaq üçün sadəcə və sadəcə PSA analizləri, qandakı PSA dediyimiz prostat spesifik antigen səviyyələrinə baxmaq lazımdır və bunun nəticəsində də yüksək rəqəmlərdə, seçilmiş hallarda prostat biopsiyalarına gedirik, prostatdan parçalar alırıq və patomorfoloji müayinəyə gedir. Patomorfoloqun bizə deməsindən sonra ki, əgər burada hər hansı malign bir proses, yəni bir bəd xasiyyətli proses yoxdursa, o zaman prosesi biz xoş xasiyyətə bağlayırıq və o qrup müalicələri davam elətdiririk. Yox, əgərsə ki, xəstədə bəd xasiyyətli bir proses varsa, onu çeşidləndiririk, dərəcələndiririk və dərəcəsinə görə də müalicə dərəcələri var. Adi gözləmləməkdən tutmuş prostat vəzin xərçəngində əməliyyatlara qədər, radikal prostatektomiya əməliyyatına qədər gedib çıxan bir yol var orada. Ki, bunu biz xəstələrlə əgər diaqnoz qoyulubsa, o zaman onunla o məsələləri müzakirə edirik. Yox, əgər qoyulmayıbsa, təbii ki, xəstənin heç o yolunda psixoloji olaraq biz yormuruq. Adenomatoz bir biopsiya böyüməsi, belə adenomatoz bir böyümə varsa prostat vəzdə, bunun müalicələrinə başlayırıq. Təbii ki, prostat adenomaların müalicəsində ilk olaraq biz dərman müalicəsi veririk. Əgər dərman müalicələri kömək eləmirsə, dərman müalicələrinin fonunda xəstənin sidik hissəsində daş əmələ gəlirsə, xroniki infeksiyalar yaranırsa, bayaq vurğuladığınız qanaxmalar, hematuriya deyirik, yəni sidikdə qanın olması, hematuriyalar olursa, bu zaman xəstəyə biz əməliyyatlar təklif edirik və ya qalıq sidiyin çox miqdarda qalması artıq medikamentoz müalicənin yetərsiz olduğuna işarədir. Bu zaman artıq cərrahi metodlar işə düşməsi lazımdır. Birbaşa göstərir. Əslində, urologiya ilə cərrahi metoda daha çox söykənəcək bir sahədir və burada da əgər göstəriş varsa, bizdə daha çox meyilli hər zaman medikamentoz müalicəyədir. Amma unutmayaq ki, vaxtında, zamanında cərrahi müdaxilə çox can qurtarır. Və bəzən də mən hər zaman vurğuluram ki, doktor, əgər biz sizi cərrahi əməliyyat eləyəcəm deyirsə, əslində pasiyent sevinməlidir. Əgər onu cərrahi əməliyyatı uygulanan bir çıxış yolu varsa, bunun özü belə sevindirici haldır. Vay o gündən ki, deyək ki, onun belə effekti olmayacaq və edə biləcəyimiz bir şey yoxdur. Bizim studiyamızda telefon xətti var. Doktor, icazənizlə eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun, eşidək sizi. Xanım, hər vaxt xeyir. Salamlayıram sizi də, həkimimizi də. Çox sağ olun. Buyurun, eşidək sizi. Bir sualım var xanım. Mənim qardaşımda, xanım bağışlayın, 72 yaşı var, prostatik problemi var idi. Həkim dedi ki, 6 aydan sonra da bu xərçəngə çevirə bilər. Əməliyyat müdaxiləsi lazımdır. O da vaxtında elətdirmədi, indi xərçəngə çevirir. İndi demək istəyirəm ki, bu əməliyyatlıqdır, yoxsa özü də yaman qorxur. Yəni, əməliyyat olsa ömrü uzanarmı, qısalarmı, xahiş edirəm bu haqda məlumat verərdi. Salamlayıram sizi. Allah şəfa versin. Diaqnoz təsdiqlənibmi? Xəstədən biopsiya götürülür? Bəli, xərçəngə çevirib doktor. Tamam. PSA-sı nə qədərdir? Bir də sizin ünvanınızı istəyərdi, ünvanınızı çox... Doktorumuz Mərkəzi Gömrük Hospitalında çalışır. Məhz həmin hospitalın urologiya şöbəsinin rəisidir. PSA-sı neçə idi xanımın, belə qardaşınızın? PSA deyilən bir analiz var. PSA, PSA yazılır. O neçədir? Onu bilmirəm, bağışlayın, onu bilmirəm. Siz ünvanınızı düzgün versəz, nömrə versəz, biz sizinlə əlaqə saxlamaq istəyirik. Mərkəzi Gömrük Hospitalına müraciət eləyərsiniz, sənədlərinizlə, analizin cavabları ilə. Biz sizə yol göstərərik, narahat olmayın. Çox istəyərdik. Yəni, bu işin sonu demək deyil. Təbii ki, müalicə metodlarımız çoxdur. Xəstənin vəziyyətini individual dəyərləndirib, ona görə məsləhət verərik.
Təşəkkür edirik zənginizə Allah görə. kömək. Doktor, baxın, vaxtında olacaq bir böyümənin sonradan çevrilməsi. Bəzən də biz özümüzdə olacaq nəyinsə bir törəmənin olmasını, bəzən biz elə müayinələrin özünə getməyə qorxumuz elə oradan başlayır. Getsəm birdən nəticə yaxşı olmaz deyə o qədər təşviş yaşayırıq ki, amma sonucda getməsəm, bu fəlakətə çevrilsə onda nə zaman nələr olar? Bax, o sualı belə özümüzdə önələmirik. Baxın, zamanda bəlkə də soyuqqanlı yanaşma, adi görməzdən gəlmə, sonucda hər görülən böyümə, adenoma dediyi prostatda bu xərçəngə çevrilmə riskidirmi? Onu deyim, indi az əvvəl xanımın da dediyi kimi xroniki prostatit problemi sonradan xərçəngə çevrilir. Məncə bu bir şans əsəridir. Şansa görə belə olub. Xroniki prostatitlərdən sonra prostat xərçəngi yaranacaqsa, vardır belə çalışmalar. Ümumiyyətlə, xroniki iltihabi proseslər bədəndə sonradan toxumanın özündə geri dönməz müəyyən proseslərə səbəb olur. Bir malin, bir bədxasiyyətli prosesin başlanğıcı ola bilər. Amma bu bundan yaranmışdır demək biraz sual işarəsi altındadır. Əslində buradan mən mesaj vermək istəyirəm insanlarımıza. 1980-ci illərdən artıq prostatın müayinəsi üçün, prostatın bir müayinə təməli olaraq rutinlərə girmiş analizdən, PSA-dan bəhs eləmək istəyirəm. Prostat spesifik antigen. Bu günləri bütün dünyada bu antigen səviyyəsinə baxaraq biz əslində prostatda gedən proseslər nə baş verir orada, onu başa düşmək üçün ilk müraciət edəcəyimiz analiz yöntəmi budur. Yəni, PSA-nın nəticəsini bildikdən sonra artıq onun müəyyən rəqəmlərində biz təbii ki, ilk analizə biz çox güvənmirik. Bir neçə ara ilə analizlər verdiririk. Əgər bu doğrudan da təkrar yüksək analizlərdə səviyyələr yüksək çıxırsa, buna mütləq bir patomorfoloji tanı gəlməlidir, yəni diaqnoz qoyulmalıdır. Təbii ki, bunu da qoymaq üçün biopsiyalar olunur xəstələrə. Bugün müasir metodlardan biri olan MRT-lər var. Multiparametrik MRT deyirik, prostat MRT-si. Burada 5 parametrə eyni vaxtda dəyərləndirilir və prostatda bir xəritələmə icra olunur. O xəritələmədə həmin o bədxasiyyətli prosesin prostatın hansı hissəsində yerləşdiyi təsbit edilir və ora göstərilir. Sonra da hədəflədiyimiz həmin hissəyə hədəf biopsiyalar deyilən target biopsiyalar var. Bir dəqiqə dünyada da məşhurdur. Bizdə də müəyyən avadanlıqlarımız olduqdan sonra artıq Mərkəzi Gömrük Hospitalında biz bunları həyata keçirdəcəyik. Təbii ki, bunun üçün xüsusi avadanlıqlara gərək olduğu üçün biz bunları indi həyata keçirdə bilmirik. Sadəcə biz bu MRT-ləri eləyirikmi xəstələrimizə? Təbii eləyirik. Elədiyimiz biopsiyalar konvensional yöntəmdir. Yəni, tam dəqiq nöqtəni biləndən sonra illah da həmin nöqtələrdən götürə bilirik və bizə nəticələrimiz daha düzgün çıxır. Sadəcə, belə bir şey deyim, verilişin əvvəlində siz qeyd elədiniz, səbəblər arasında genetik səbəblər çox önəmlidir. Ümumiyyətlə, prostat xərçəngi və digər xərçəng növləri də var, digər sahələrdə ki, bunların artıq, məsələn, qadınlarda süd vəzi xərçəngi, uşaqlıq boynunun xərçəngi, anadan qadınların digər qızına və ya digər yaxınlarına keçmə ehtimalı ola biləcək bir xəstəliklərdir ki, prostat xərçənginin bugün təsdiq olunmuş, genetik keçişə sahib olduğu təsdiq olunmuşdur. Əgər bir kişinin birinci dərəcəli kişi yaxınlarında, yəni atasında, böyük qardaşında, əmisində bu problem varsa əgər, mütləq həmin nəslin kişi nümayəndələri, 45 yaşını doldurmuş kişi nümayəndələri mütləq şəkildə PSA analizi verməsi lazımdır. Artıq dünya və Avropa uroloji protokollarda, guideline-larda da 50 yaşını doldurmuş bütün kişilərin, amma irsiyyətində prostat xərçəngi olan 45 yaşını doldurmuş kişilərin PSA analizindən keçməsi lazımdır. Ki, mənim belə xəstəm var. Keçənlərdə siz bizdə qonaq olarkən mən sizə dedim, xəstənin atasında, babasında, qardaşların hamısında və kiçik qardaşda da, yəni bütün ailə üzvlərinin, yəni kişi yaxınlarda hamısında prostat xərçəngi təsdiqini tapmışdı. Yəni bu cür bir problemi görüb, məncə bütün uroloq həmkarlarımdan xahiş eləmək istəyirdim ki, bunu xəstələrimizin hamısına vurğulamakda fayda var. Hər prostat xərçəngi
pasiyentimizin yaxınlarına bunu məlumatlandırmaqda fayda var. Çünki insanların bəzən bilməməzlikdənmi və ya məlumatsızlıqdanmı başqa yollara düşmə ehtimalları yüksəkdir. Ona görə mən məsləhət görərdim ki, kolleqalarımız, mən inanıram ki, hamısı bunu deyirlər, məsləhət görürlər. Bir daha buradan bir səslənmə kimi, bir çağırış kimi eləmək istirdim ki, biz insanlara faydamız bu şəkildə toxuna bilər. Yəni, biraz duyarlı olmaq lazımdır, həssas olmaq lazımdır məsələnin həllində. Artıq gecikmiş fazalarda, prostat xərçəngi bilirsiniz, ilkin fazalarda da biz yaxalaya bilirik. Təsadüfi müayinələr nəticəsində mi ortaya çıxır və ya bilə-bilə gəlib, həssas insandır, yoxlanış edib, yoxlanışda mı çıxır? Gec fazalarda metastatik vəziyyətdə, yəni metastaz verib artıq, sümüklərə belə metastaz verib, gecikmiş hallarda da tapdığımız xəstələrimiz olur. Təbii ki, prostat xərçəngi bugün elə bir xərçəng növüdür ki, bütün rıçaqlar əlimizdə var. Metastatik fazada da, irəliləmiş fazalarda da əməliyyatlar olsun, dərman vasitələri olsun, onkologiyanın bugün gəldiyi nöqtələr elə yüksək səviyyələrə gəliblər ki, bugün hədəf müalicələr tətbiq olunur, endoradioterapiyalar, xüsusi radioaktiv maddələr vasitəsilə PSMA, aktinium, lutesium müalicələri var. Hal-hazırda Azərbaycanda da bizim Milli Onkoloji Mərkəzə bağlı Nüvə Təvabəti Mərkəzində də bunlar icra olunur. Bəli. Çox gözəl nəticələr var. Sadəcə burada vətəndaşlarımızın üzərinə düşən vəzifə nədən ibarətdir? Zamanında müəyyən məlumatları doğru-dürüst əldə etmək və buna görə də həkimlərə düzgün şəkildə həkimlərə müraciət eləmək lazımdır ki, patologiya zamanında tapılsın. Bəli, mən hər zaman deyirəm ki, zamanında doğru-düzgün mütəxəssisə yönəli, təbii ki, bu bizim tam olaraq sağalmamızın yarı faiz təşkilində özünü aparır. Təbii ki, urologiyanın da sahəsinə, elə birinci sahədə də onkourologiyadır. Burada danışdım. Doktor, çoxmudur bu günlərin bundan əziyyət çəkənlərimizin sayı, artımı, yaş etibarilə? Əvvəllər uzun illər əvvəlcə biz prostat xəstəliyi deyəndə hər birimizi 50 yaş üzərindən düşünərdiksə, amma indi bunun ömrü də gəncləşən xəstəliklər sırasına keçdi. Məncə belə bir şey deyim sizə, əslində bütün xəstəliklər üçün bu dönəmlərdə belə bir şeylər deyilir ki, xəstəliklər cavanlaşıblar, xəstəlik cavan yaşlarda da var. Əslində bunlar əvvəllər də var idi. Aşkarlanma məsələsi. Sadəcə aşkarlanma metodlarımız artıq. Misal deyirəm, Covid dönəmində, pandemiya vaxtında bizim xəstəxanamız da onunla çox mübarizə apardı. Xəstələrin döş qəfəsinin KT müayinələri, kompüter tomoqrafiyalar o qədər çox çəkildi ki, insidental olaraq, təsadüfi olaraq o qədər ağciyər xərçəngi ortalığa çıxdı və bəzən belə bir yanlış tanımlama olmuşdu ki, Covid xərçəng yaradır. Əslində, çoxlu aparılan müayinələrin nəticəsində gəlinən bir nöqtə idi ki, nə qədər simptomsuz xəstə aşkara çıxarıldı. Yəni, bugün PSA analizləri rutin müayinələrə giribsə, 50 yaşını doldurmuş bütün kişilərin bundan keçməsini mən məsləhət görərdim və dediyim kimi irsiyyətində prostat xərçəngi olanların da 45 yaşı doldurublarsa mütləq keçsinlər. Biz onlara bu sahədə köməklik də göstərərik, yəni məlumatlandırarıq və s. və s. Genetik irsi faktoru olan daşıyıcılar, doktor, nə qədər müddətdən bir və neçə yaşdan başlamalıdır profilaktik müayinələr? 45 yaşdan. Hansı birinci olaraq müayinəyə başvurmalıyıq? PSA analizi, total dediyimiz ümumi PSA var, bir də sərbəst PSA var. Əslində biz onu nomoqram olaraq ikisini də bir yerdə dəyərləndiririk, çünki nisbətə də baxırıq bəzən. Amma total bizə hər şeyi deyir. Amma yenə də irsi daşıyıcılıq olmadan da belə normal 40 yaş üzərindən biz artıq müayinələrdən keçməyə müəyyən müayinələr etməkdə fayda var. Bəli, fayda var. Biz artıq indi təbii ki, bunu digər sahə olan böyrək daşlarına bayaq biz toxunduq. Burada idrar saxlamazlığı çox ciddi bir xəstəlikdir, doktor. Hansı ki, qadınlar arasında günü-gündən də artır. Bəzən də artıq bunu bilirsiniz, normal həyat tərzinə çevirən xanımlar var. Deyir ki, yaşım 60'ı keçdisə, bu gözlənilən bir şeydir. Görün, biz bunu artıq yaşımızda normal kimi hesab edirik. Amma anlamırıq ki, ciddi uroloji xəstəlikdir ki, hansı ki, bunlar uroloqlar tərəfindən ciddi müalicə olunmalıdır. Doktor, bizim bu
geniş və başı bəlalı olan deyir bu xəstəliklərin təbii ki, problemlər çox şaxəlidir. Mən bayaq sidikdən qan ifrazı məsələsinə toxundum. Orada olacaq birbaşa göstərici xərçəng əlamətinə aid etmək olarmı? Bunun cavabını təbii ki, deyir mövzu gətirdi və bir tamaşaçı zəngi oldu deyə ola bilsin fikrimiz yayındı. Bu haqda istəyirəm danışaq, çünki bu çox son günlər rastlanan belə deyək də bir göstəricidir. Önəmli mövzudur o da. Sidikdə qanın olması normal hal deyil, ümumiyyətlə. Sidik sistemində məsələn, bəzən başqa bir hava kütlələrinin olması, nəcisin olması, bunlar normal bir şeylər deyil. Orada bir patologiyaya işarədir. Qandan deyim, qeyd elədiyim kimi, sidikdə qanın olması anormal bir haldır. Hansı hallarda ola bilər? Adi sidik yolu infeksiyalarından tutmuş, daş düşürmələr, kanal daşları, sidik isə daşları, böyrək daşları və həmçinin uroloji sistemin xərçəng xəstəlikləri, böyrək xərçəngində ola bilərmi? Olar. Sidik axarlarının xərçəngində ola bilərmi? Olar. Hətta sidik axarları və sidik kisənin xərçəngində laxtalı hematuriya deyirik. Ağrısız, laxtalı qan gəlməsi sidikdən. Bəzən sidikdə xəstələrimiz bizə müraciət edəndə deyir ki, parça-parça qara rəngdə və ya qırmızı rəngdə belə parçalar gəlir. Bu sidik kisənin və sidik yollarının xərçənginə şübhədir. Prostat vəzin xərçəngində də ola bilərmi? İrəliləyən fazalarda ola bilər. Amma birbaşa xərçəng xəstəliyinin, yəni sidik yollarının xərçəngini göstərəcək göstəricilərdən biri də laxtalı, ağrısız hematuriyaların olmasıdır ki, mən xəstələrimizə bu barədə də insanlarımıza daha doğrusu duyarlı olmağa çalışıram. Duyarlı olsunlar, nətər deyərlər, həssas olsunlar. Sidiklərin ifrazı zamanı mütləq baxsınlar arxasından nə cür bir sidik ifrazı var. Qan və s. dediyim patoloji hallar olarsa mütləq həkimlərə müraciət eləsinlər. Mütləq burada görüntüləmələr olunmalıdır. Ultrason müayinəsi və arxasından da gərəkirsə endoskopik müayinələr olunmalıdır ki, kamera ilə biz sidik kisənin içərisinə girib baxırıq və ya kanallara baxırıq, KT müayinələrindən keçib o patologiyanın yerləşdiyi yeri, lokalizasiyasını tapırıq, ona görə də artıq müalicə başlayır. Bəli, artıq bu ciddi bir çağırışdır. Bizim telefon xəttində tamaşaçımız var. Eşidirsə bizi, eşidək sizi. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam aleyküm. Əleyküm salam. Xanım, bax, elə bir ki, mənim doktora sualım var. Mən PISA-dan analiz vermişəm də, məndə 5 göstərir. Elə bir ki, yüksək 5-dir də. Onun bir problemi olmaz. Bağışlayın, yaşınız neçədir? 60. 60 yaş üçün PSA bilirsiniz, analiz kağızlarında yazırlar orada limitasiya, yəni hansı aralıqda olmalıdır? 0 ilə 4 arasında olmalıdır. Amma o 0-4 aralığında da bir yaş bölünməsi var. Əslində sizin yaşınız üçün çoxdur rəqəm. Qorxuzmaq istəmirəm sizi. Ümumiyyətlə PSA-nın yüksək rəqəmlərinin altından hər zaman prostat xərçəngi çıxacaq deyə bir şey yoxdur. Çox az hallarda olsa, təxminən 15-20% hallarda biz prostatın bədxasiyyətli problemlərini aşkar eləyə bilirik həmən dönəmdə. Amma bunun üçün sidik ümumi analizini verin. Çünki PSA-nı qaldıran, yüksəldən müəyyən səbəblər var. Sidik yollarının infeksiyaları ola bilər. Müəyyən rektal müayinələr, bağırsaq müayinələrindən sonra arta bilər. Ona görə sakit bir dönəmdə bir analizlər verirsiniz, sidik ümumi analizini verirsiniz. Əgər sizdə sidik yolu infeksiyanız yoxdursa, təbii ki, varsa... Yoxdur, sidik analizi yoxdur. Əgər elə bir şey yoxdursa, o zaman bunu biz yüksək rəqəm qəbul eləyəcəyik və sizdən bir ay sonra təkrar bir analiz verməyə məsləhət görəcəyik. Əgər iki rəqəm ikisi də bir-birini tamamlayırsa, mütləq uroloji müayinəyə getmənizi və uroloqun müayinəsində olmanızı məsləhət görəcəm, mütləq şəkildə. Doktor, MRT, sizdə MRT olur, yəni düşmək olur MRT. Biz təyin edirik, siz müayinələrə gəlməlisiniz. Biz başqa müayinələr də edirik orada, prostatın demək, rektal müayinə də edirik və əgər orada bir düyün, sərtlik və s. əlimizə gəlirsə, təbii ki, şübhələrimiz daha da artır. Bəzən MRT-yə getmədən də biopsiyalar eləyirik. Amma protokollara görə mütləq əgər bir biopsiya planlanırsa,
mütləq multiparametrik MRT-lərdən keçmək şərtdir. Bir də siz yerləşirsiniz Kömür Hospitalı bu elmlər tərəfdə, hə? Hə, Mərkəzi Gömrük Hospitalı. İstəsəz prodüserə biz ünvanı verərik, ünvana Bəli, gələrsiniz. əlaqə nömrələrini də zəng elədiyiniz nömrəyə geri dönüş edərək redaktorlarımız sizə verəcəklər. Mərkəzi Gömrük Hospitalının urologiya şöbəsinin rəisdir. Zaten yaxınlaşaraq elə Bəhruz doktor desəz yetərlidir. Baxın, elə birbaşa bizdə tamaşaçının da verdiyi sual. O qədər müayinələr, birbaşa bəzən bizdə elə başımız, beynimizlə də bağlı problem olanda doktor birbaşa düşünürük MRT. Müəyyən bir problemimiz var, deyirik KT MRT. Yəni ona qədər bir mərhələ var ki, təbii ki, bunu doktor mütəxəssis göstəriş verməlidir. Bizim tamaşaçımız soruşdu, sizdə MRT varmı deyə ona görə mi gəlim? Amma əslində siz məhz elə mütəxəssisə gəlin ki, onun nəzarəti altında yoxlanışlara gedilsin. Çünki o zamana qədər də hər kəs də ora məcburən göndərilmir, deyilmi? Yəni müayinələri. Doktor, bizdə son texnologiyalar, müasir avadanlıqlar, cihazlarla tərtib olunmağımız, təbii ki, dediyiniz kimi elmi peşəkarlıq fəaliyyətinin artırılması, nə qədər elmi konferanslar keçirir ki, saysız hesabsız məhz orada iştirak edirsiniz. Buradakı nəticələr bizə deyirlər, telefon xəttində tamaşaçımız gözləyir. Tamam, tamaşaçımızı eşidək, mən nə qədər bizim o əlçatmaz olan müalicələrimizi bugün əlçatan edir deyə o haqda danışmağımızı istəyəcəm. Eşidək sizi, hər vaxtınız xeyir olsun, buyurun. Salam. Əleyküm salam. Mən Hüseynin Bətanət, vaxtınızı da salamlayıram. Mən 10 gün bundan qabaq UZİ-də oldum. Məndə sağ böyrəyimdə genişlənmə deyilir. Yəni, bilmək istəyirdim ki, yəni, o bir problem olacaqmı, onun bir müalicəsi varmı? Yaşınız neçədir xanım? 40 yaşım var. Neçənci dərəcə genişləmə yazılıb? 3-cü dərəcə səhv eləmirəmsə, kağızda. Mütləq müayinələrdən keçməlisiniz. KT müayinəsi olunmalıdır, kompüter tomoqrafiya və İVP dediyimiz intravezikal, deməli, intravenos pialografiya müayinəsindən keçməlisiniz. Həmçinin digər patologiyalar da var ki, ümumiyyətlə, böyrəkdə genişləmələr, böyrək ləyəninin genişləmələrinə səbəb olan bir neçə faktorlar var. Bir, sidiya xarlarının tıxanmaları, bunlar anadan gəlmə də olmuş ola bilər. Böyrək ləyənindən sidiya xarına keçən yerdə daralmalar ola bilər. Biz ona UPJ darlıqlar deyirik. Bu anadan gəlmə ola bilər. Bugünə qədər sizə heç bir ağrı, sızı verməyə bilər. Amma müayinələr nəticəsində ortaya çıxa bilər. Bir, ikincisi, nə vaxtsa düşürmüş olduğunuz bir daşın səbəbindən ola bilər. Qısa bir müddət ağrınız olub, sonra keçib, əhəmiyyət verməmişsiniz, daş qalıb orada genişləməyə səbəb olub. 3-cü dərəcə çox ciddi dərəcədir. Bir də vezikouretral reflux dediyimiz sidik kisədən sidiyin çalxalanaraq böyrəklərə doğru əks istiqamətdə hərəkət etdiyi bir xəstəlik var. Reflux deyirik biz ona. Necə mədəmizdə olan reflux, mədədə olan içəriyin ağız boşluğuna doğru geri qayıtmasıdırsa, burada da istiqamət tərs yöndə gedir. Yəni, sidik kisəsindən çalxalanaraq sidiya xarlar vasitəsindən sidik böyrəyə doğru qayıdır. Bu halda da böyrəkdə genişləmə ola bilər. Yəni, bunun hansıdır sizdə, onu ortaya qoymaq lazımdır. Birinci növbədə, yəni, buradan da mən bir maarifləndirmə olsun deyirəm. Düzgün diaqnostika müalicənin 70-80%-ni təşkil edir. Bunu hər kəsin bilməsi lazımdır. Heç bir xəstəyə düzgün diaqnoz qoymadan düzgün müalicə etmək mümkün deyil. Bunlar qeyri-mümkündür. Düzgün diaqnostika üçün nə gərəkirsə də o olunmalıdır. Biz bəzən, indi mövzudan kənara çıxıram, üzr istəyirəm, xəstələrimiz bəzən deyirlər, getdim filan kəs həkimin yanına, mənə olan olmazı müayinələr. Təbii ki, olan olmazı müayinələr də biz qarşıyıq, amma olunacaq müayinələrdə mütləq şəkildə olunması lazımdır. Çünki əks halda başqa yönə gedir işlər və sizin ondan sonra fayda almanız və s. bunlar sıxıntıya girir. Yəni, müraciət eləmənizi istəyəcəm. Açığı, bunlar elə bir mövzulardır ki, individual olaraq biz sizi dəyərləndirməliyik. İndividual olaraq dəyərləndirməliyəm ki, mən sizə onun probleminizin nə olduğunu dəqiq söyləyə bilim.
Yəni körtəbii üsulla da bəzən də biz çox adi baxırıq, amma dərəcə də ağır dərəcə göstəricisidir və tanışım bunu müalicə etdi və yaxud da getdim hansısa başqa ixtisası mütəxəssisli həkimlərə müalicə olundu. Mən bayaq da vurğuladım elə efir öncəsi də. Bəzən də bizdə baxın elə böyrək daşı, böyrək iltihabı xəstəlikləri var ki, bunlar haqqında da istəyəcəm qısaca bir tanışlıq olsun ki, insanları maarifləndirək. Bununla bağlı ağlımıza gəlir ki, mən bir terapevtə gedim və terapevt müalicə təbii ki, bunlar da hər birimiz peşəkar öz ixtisaslarına görə peşəkar həkimlərdir. Vay o gündən ki, terapevt də müalicəyə götürə və burada sonraki hər zaman deyirəm, yanlış müalicə ardıca çox ciddi başqa xəstəlikləri də gətirir zəncirvari, deyim doktor? İndi böyrək iltihabı və böyrək daşlarını istəyirəm bir yuvarlaq olaraq bir onlar haqqında danışaq. Təbii ki, dediyimiz daş bəzən deyir ki, mən çox duzdan istifadə etmirəm. Soruşanda niyə deyir? Çünki məndə daş yarana bilər. O qədər burada doğrular var ki, bildiyimiz yanlışlar var ki, bu haqda istəyirəm. Bax, bunun yaranması nə baş verir ki, bizdə iltihabdan mı bunlar qaynaqlanır, yoxsa bu böyrək daşının yaranması fonunda mı iltihablar başlayır? Nədir bunları? Ümumiyyətlə, böyrək daşını belə deyim, Ülviyə xanım, sistemik bir xəstəlikdir. Yəni, böyrək daşı böyrəyin problemlərindən ziyadə bəzən deməyim də, yəni daha doğrusu bir çox metabolik xəstəliklərin nəticəsində də əmələ gəlmiş ola bilər. Biz böyrək daşlarını çeşidləyirik. Məsələn, kalsium oqzalat daşları var. Hətta onlar da monohidrat, dihidrat daşlarına da bölünür. Möhkəmliklərinə görə və s. İnfeksiyon daşları var. Yəni, xroniki infeksiyalar nəticəsində yaranan daşlar var. Bəzi metabolik xəstəliklərin fonunda yaranır. Məsəl üçün, qut xəstəliyi deyirik. Sidik turşusu diatezi xəstəliyi də deyirlər bizim ölkədə ona. Sidik turşusundan dolayı çıxan urat daşları. Sidik turşusunun həddən artıq olması qanda nəticədə böyrəklərdə çöküntülər və nəticədə daşların əmələ gəlməsinə səbəb ola bilir. Bir də müəyyən amin turşular var. Məsələn, sistin amin turşusu var. Xüsusən uşaqlarda olur o. Sistinuriya deyirik biz ona. Sistin amin turşusunun sidikdə çox olması sistinuriya adlanır və bunun nəticəsində sistin daşları əmələ gəlir. Xüsusən uşaq yaşlarında biz bunları görürük və çox sərt daşlardır onlar. Bununla məşğul olan mütəxəssisin mütləq şəkildə böyrək daşı xəstəliyini bir uzman səviyyəsində bilməsi lazımdır. Bayaq vurğuladınız, digər ixtisas sahibləri, məsələn, bunların ümumiləşdirilmiş bir yanaşma sərgiləyirlər. Əslində, bunlar doğru deyil. Yəni. Buna profesional yanaşmaq lazımdır. Çünki böyrək daşı xəstəliyini mən müalicə elədim, daş düşdü və ya getdim, əməliyyat oldum, götürdülər böyrəyimdəki daşları, qutardı məsələ, belə bir şey yoxdur. Mütləq şəkildə bu xəstələrin daşlarını biz analizlərə göndəririk. Daş analizdə olunandan sonra daşın xüsusiyyəti, onun cinsi müəyyənləşdirilir. Tutaq ki, kalsium oqzalat monohidrat mı və ya sistin daşı mı, urat daşı mı, hansı daşsa onun profilaktikasını veririk. Bəzi vitaminlərin yetərsizliyi, məsəl üçün B vitamini yetərsizliyi, C vitamininin, C vitamini yetərsizliyi də daş xəstəliklərini əmələ gətirə bilir. Və indi mən bunları danışdım, amma qida rasionumuz da önəmlidir burada. Qida rasionu, tutaq ki, biz daşın növünü müəyyənləşdirəndən sonra, tutaq ki, xəstədə kalsium oqzalat daşlarıdırsa, xəstənin xörək duzundan istifadə eləməsini mütləq şəkildə biz gündə 5-10 qram normaldır. 5-10 qramdan artıq çox istifadə olunması sidikdə turşuluğun artmasına, kalsium duzlarının çökməsinə və xəstəliyin yaranmasına gətirib çıxara bilər. Urat daşlar olan xəstələr qırmızı ət tükətimi, məsələn, deyək ki, qoyun əti və mal ətindən çox aşırı dərəcədə istifadə olunması gətirib urat daşlarının yaranmasına səbəbiyyət verə bilər. Gündəlik qidasında onları uğurlayanlar. Bəzi qidalar var, məsələn, meyvələrdən greypfrutun tərkibində oqzalatın miqdarı yüksəkdir. Tam doğrudur. Və nə qədər əslində böyrək daşı özü bir ayrıca bir mövzudur ki, inşallah ki, bu haqda biz ayrı bir mövzu qoyarıq. Bizim bugün o qədər telefon zəylərimiz var ki, bəzən düşünürük ki, bəlkə onlara daha çox yararlı olarıq. Hazırda telefon xəttinə tamaşaçımız gözləyir, biraz gözlətdik sizi, üzürlü sayın. Buyurun, eşidək sizi, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Salam. Salam, mənim doktora sualım var. Buyurun. Mən prostat vəziyyəti üçün müraciət etmək istəyirəm. Alo. Bəli, buyurun. Prostat vəziyyəti üçün mən bir neçə dəfə UZI aparatından keçmişəm. Yəni ki, hər dəfə xroniki prostat deyirlər. Bu, yəni ki, kristallar, nəsə prostat vəziyyətdə. Bir də ki, bir sualım var ki, bu düz bağırsaqla bu prostat vəziyyətinin əlaqəsi varmı? Onu baş çıxarda bilmirlər həkimlər.
Neçə yaşınız var müəllim? 53. 53. Şikayətləriniz nədir? Bu yəni ki aşağı ətrafım ağrıyır, yəni ki analizdə vermişəm, yəni ki normal çıxıb. Amma belə xroniki prostitdir, yəni ki gecə də bir dəfə gedirəm, yəni ki yüngül işə bircə dəfə gedirəm. Amma tez-tez gündə bir 5-10 dəfə gedirəm. Mütləq müayinədən keçməniz lazımdır. Təşəkkür Müayinə edirik eləməliyik zəng sizi. Bağırsaqla, düz bağırsaqla prostat vəzi qonşudurlar. Düz bağırsaq həmən arxasında prostat vəzi yerləşmişdir. Biz onsuz da müayinələrimizdə rektal müayinələrlə biz prostat vəzi müayinə edirik. Yəni o giriş hissəmiz oradandır. Və bağırsaqda xroniki qəbizliyi olan insanlarda təbii ki adenomatoz düyünlərin əmələ gəlmə ehtimalı daha yüksəkdir. Bəzi infeksiyaların təbii ki qonşu orqanlar olduğu üçün bir-birinə keçmə ehtimalları da yüksəkdir. Amma belə deyim, yəni birə-bir oradakı bir proses bura keçəcək, belə bir şey yoxdur. Arada belə bir bariyerləri var onların. Amma qonşu orqanları təbii ki, soruşduğumuz üçün onun üçün izah edirəm. Yəni qonşu orqanlarda təbii bir-birinə əlaqələri vardır. Tamaşaçının sualı zaten deyir, düz bağırsağın prostatla nə əlaqəsi? Bundan baş aça bilmirlər deyir. Baxın, doktor izahını necə gözəl verdi. Demək ki, doğru düzgün mütəxəssisə getməmisiniz ki, sizin bunun izahını verə bilmirlər. Görün nə qədər məlumat toplamaq istəyən əslində pasientlərimizi də o məlumat ötürə bilməkdə problem yaşanır. Nədir ki, yeri səhv düşmüş ünvanlara getdikdə. Çox təəssüf edirəm ki, efirimizin son dəqiqələri də artıq bir dəqiqəyə yaxın vaxtımız qaldı. Doktor, sonunda bir sağlam sizdən çağırış mesajı istəyəcəm. Nə edək ki, baxın, bu xəstəliklərdən özümüzü qoruya bilək, təbii ki, əgər əlimizdədirsə və yaxud da qorxmadan həkimə və ixtisaslı həkimə müraciət etməyinizi, deməyinizi istəyəcəm. Buyurun. Mən bir mesaj vermək istəyirəm. İnsanlar bu dəqiqə bizim əsrimiz artıq internet əsridir. İnternetdə çox axtarışlar edib özlərini yormasınlar. Məlumat almaq gözəl bir şeydir, amma individual bu sizin probleminizdir deyə bir şey yoxdur. İnternetlə özlərini müalicə eləməsinlər, ChatGPT ilə özlərini müalicə etməsinlər, mütəxəssislərə gəlsinlər, gündə ən azı 2 litrə, yarım 3 litrə su içsinlər, duzdan mümkün mərtəbə az istifadə olunsun. Əgər bir probleminiz varsa da, o problemlə məşğul olan doktorları araşdırın internetdə. Buna hansı həkim baxır? O həkimdən müraciət eləməniz daha gözəl olar. Təşəkkür ederim. İxtisaslaşmış, peşəkar elmi fəaliyyəti və praktik təcrübəsi yetərincə olan mütəxəssislərimiz çox saydadır. Onlara müraciət etməyimiz bizi zamanda böyük bir bəlalardan və fəlakətlərdən qoruyur. Doktor, dərin təşəkkür edirəm o dəyərli zamanınızı bugün bizimlə keçirdiyiniz üçün. Ciddi xəstəliklər və sistemik xəstəliklər olan bugün uroloji xəstəliklərdən danışdıq. Qonağımız da Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman, cərrah, uroloq Bəhruz Xalıqova idi. Təşəkkür edirəm doktor. Biz isə sabah eyni vaxtda fərqli mövzu ilə görüşmə ümidi ilə salamat qalın.